Vaxtınız xeyirli, uğurlu olsun mənim gözəl izləyicilərim. Necəsiz? Mən çox yaxşıyam. Düzdür, hava günəşli yox, yağmurlu olsa da mən yenə də çox enerjikli oyanmışam bugün. Çünki direktimdə sevgi dolu mesajlarınızı oxumaq, belə ürəyimə bilirsiniz necə qaymaq kimi yayılır. Yaxşı ki varsınız. Dünənki festivaldan nə qədər Neftçalada yaşayan, qalan izləyicilərim var ki, mənə yazıblar, bilsəydik biz də gələrdik, niyə xəbər eləməmisiniz öncədən? Qızlar, sözün açığı anidən oldu. Ona görə də sizlərə təəssüflər olsun ki, bildirə bilmədim. Amma inşallah ki, yenə də belə bir festival düzənlənsə, mütləq şəkildə gələcəm, sizləri görəcəm, sımsıxı sarılacam sizlərə, bağrıma basacam. Yaxşı ki varsınız, yaxşı ki varımsınız. Çox sevinirəm ki, məni bu qədər sevən, əzizləyən, doğma bilən kütləm var. Belə, çox sağ olun, hər şey üçün çox sağ olun. Bütün orada gördüyüm izləyiciləri, məndən şəkil çəkdirən izləyicilərim, hər biriniz yaxşı ki varsınız. Bir də bunu vurğuluyum ki, ilk qatıldığım bir festival idi. Mən heç vaxt belə festivallara təəssüflər olsun ki, işimdən dolayı qatıla bilmirdim. Biri əngəllər, biri əmmalar olurdu. Amma qatıldıqlarımız da var, səhv eləmirəmsə, azmaz. Şəhərdə olub. Çoxdan olub da şəhərdə, yəni rayonda qatılmamışam. Amma bundan sonra hansı festivala qatılacamsa sizlərə söz verirəm, öncəliyim olacaq. Sizlərə bildirəcəm bunu, hansı rayonda festivala qatılacamsa gələcəm. Çünki baxın, bax bu tərz mesajlar mənə o qədər çox gəlib ki, göstərəcəm indi sizə. Görən izləyicilərim, ay Allah siz necə arıqsız, ay Allah siz necə videolarda kök düşürmüşsünüz, ay Allah siz necə belə incə, boylu, buxunlu xanım imişsiniz, niyə görə videolarımız belə düşür, videolarda belə formada düşürsünüz ki, bundan sonra onu görməyəcəksiniz, tez-tez görüşəcəm sizlərlə, mənim rayonlarda qalan izləyicilərim. Bundan sonra inşallah hansı rayonda festival oldu, dəvət eləyin məni.